Hazırda eyni düz yanımdaki 120 satır. 66 minə 6 ay qabaq aldığım torpaq hal-hazırda 120 minədir. Qonşum satır. Sat gedək alaq. Qiymət artımının səbəbi sadəcə və sadəcə o trasın gəlməyidir. Bu vaxta kimi elitar zona sayılıb Bilgə, Mərdəkan, Şüvalan, Zaqulba, Buzovna, bu zonalar və o hissələr qiymətli torpağın həmişə baha olub. Fatmayı da görədildi bu teritoriyalara yol olmayıb. Ona görə də burada gəliş-gediş rahat olmadığına görə bir yerə ki, böyük bir yol yoxsa, tras yoxsa, orada qiymət qalxmır. Hal-hazırda Bakı dairəvi yolunun gəlib Fatmayının içindən düz keçməyi və yeni Sibriz üçün çəkilən orta yol ki var, böyük şorun içindən keçir, o Fatmayı və Pirşağı zonasını daha da yaxınlaşdırdı mərkəzə. Və eyni zamanda hündür olduğuna görə, mərkəzə yaxın olduğuna görə o teritoriyalar artıq daha gündəmdədir və qiymət artımı var. İndi həm də boş sahələr var, tikinti zonaları.